Bax, konkret buranın vayına veriblər. Qardaş, heç bir düşmanım yoxdur sizin başınıza. Mən kimə nə vermişəm? 6.000 bura pul qoymuşam. Ucar rayonunun Alpı kənd sakini Elvin Məmmədov ötən il alça bağı salmaq məqsədi ilə öz torpaq sahəsində 302 ədəd alça ağacı əkib. Fermerin sözlərinə görə bağa bu ilin dekabr ayında naməlum şəxs və ya şəxslər tərəfindən hücum edilib. Qardaş, bax, mənim alça bağımı şinliyini atıblar. Bax, konkret buranın vayına veriblər. Yəni, mən meyvəmə gecikdiriblər. Bax, sığortaya məlumat vermişəm, polisə məlumat vermişəm. Heç birindən bir səs soraq yoxdur. Mən bilmirəm dərdimi kimə deyim. Mən dərdimi istədiyim hörmətli prezidentimdəndir. Yəni, hörmətli prezidentimdən imdad istəyirəm ki, mənə köməkli eləsin. Bu, mənə sataşanı tapaq. Qardaş, heç bir düşmanım yoxdur sizin başınıza. Mən kimə nə vermişəm? Mən çoban adamım. Nə olsun bağım var 3-4 yerdə. Mən çoban adamım. Mən kimlə nə düşmançılıq apara bilərəm? Mən başımı salı başa əppəyimi qazanan adamım. Mən cəmaatla nə işim var? Bir ildir ki, meyvəyə hazırdır mənim ağacım. Mənim meyvəyə hazır vəziyyətdədir. O kəsilənlər getdi, yəni bir ildə getdi onlar yəni şeydir. Mən təhcə heç nə istəmirəm. 6.000 bura pul qoymuşam. Gündə də 4 gün burada fəhlə işləyir. 60 manat fəhliyə verirəm həftəyə. 40 manat da taksi verir, 100 manat. Ümumiyyətlə nə qədər sənə ziyan dəyib? Ümumiyyətlə 500 manat. O 500 manat da istəmirəm. Qardaş, mən ağrımı tapsın versin. Dövlətim mənim ağrımı tapsın versin. Mən heç nə istəmirəm axı dövlətdən. 1 manat da pul istəmirəm. Mən istəyirəm ki, mənim ağrımı tapsın versin. Görüm mən ilişən kimdir. Mənim ağacımla bunun nə işi var? Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirildi ki, məsələ ilə bağlı əraziyə baxış keçirilib. Vətəndaşın izahatı alınıb, araşdırmalar davam etdirilir.